Alparslan Kuytul barəsində danışmamışdan öncə inqilabın böyük rəhbəri mərhum İmam Xomeyninin tarixi bir sözü ilə söhbətimə başlamaq istəyirəm. Buyururdular ki, Əhl-i Sünnət və Şiə əli bağlı, əli açıq namaz qılmağın üzərində ixtilaf edərkən, Amerikan imperializmi o əli, o qolu necə kəsməyi fikirləşir. Yəni bizə düşmənimizi tanıtdırırdı o mərhum rəhbər. Bildirirdi ki, düşmən nə əhl-i sünnət deyil, nə də əhl-i sünnət üçün şiə deyil. Düşmən Amerikan imperializmidir. Və əziz şəhid rəhbərimiz sağlığında söhbətlərindən birində bildirdilər ki, biz Şiə-Sünni ixtilafının üzərindən Allaha həmd olsun, Allahın fəzli ilə keçmişik. Məsələni həll eləmişik. Biz o köməklik ki, Livanda Şiələrə edilməli idi, o köməkliyi etmişik və o köməkliyin eynisini Fələstində, Qəzzada Həmasa etmişik. Biz məzhəb ayrı seçkiliyi etməmişik. Biz məzhəbinə baxmamışıq. Biz deməmişik bu Hənəfidir, bu Həmbəlidir, bu Şafiidir, bu Zeydidir. Biz əsl hədəfə baxmışıq. Əsl hədəf Amerikan imperializminin bəşəriyyətə nə qədər zərərli olması və onun müqabilində müsəlmanların birləşib onunla mübarizə aparmasıdır. Biz bunun üçün əlimizdən gələni etmişik. Allahın hövlü qüvvəsini, haqsızlığa susmamaq, məsələləri gündəmə gətirmək və insanları ayırtmaq. Odur ki, bugün başına bu hadisə gəlir. Həm özü, həm həyat yoldaşı gülünc ittihamlarla həbs olubdur. İttihama baxın. Türklər deyir, kara para aklama. Azərbaycan dilindəki mənası budur ki, çirkli pulların yuyulması. Yəni, bir din xadiminə nisbət veriləcək ən axırıncı ittihamdır. Yəni, gülünc ittihamdır. Hamı da bilir ki, o sadə bir evdə yaşayırdı. Hamı da bilir ki, onun həbsinin əsl səbəbi onun haqsızlıqlara etiraz olubdur. O etiraz edirdi. Nəyə etiraz edirdi? Etiraz edirdi ki, Amerikan bazası Türkiyədən çıxmalıdır. Biz dildə yox, əməldə Fələstinin yanında olmalıyıq. Bugün İran Amerika ilə vuruşursa, biz İrana kömək eləməliyik. Bunları dilinə gətirirdi. Və hətta bəzən daha şiddətli qınayırdı ki, siz sadəcə olaraq dildə Amerikanı, İsraili qınayırsınız. Baxın İrandan dərs alın, öyrənin, görün necə mübarizə aparmaq lazımdır. Və bu axırıncı Məkkədə imzalanmış Amerikan NATO'su adını qoymuşdu o bu imzalaşmağa. Ərəbistan, Pakistan və Türkiyənin birgə ittifaqını Amerikan NATO'su adlandırmışdı Alparslan. Görsənən budur ki, bu söz onlara toxunubdur. Bu söz onlara çox pis təsir edibdi. Bilmirəm, bəlkə də Ərəbistan sifariş veribdi, bəlkə də hər hansı səbəbdən dolayı Alparslan Kuytul həbs olunubdur və bu haqsızlıqdır.